Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah və ba'd. Kiçik bir fayda zikr etmək istəyirəm. Müasir elm adamlarından Ali At-Tantavi deyir ki, mən bir hikmət, bir fayda oxudum və üzərindən 70 il keçdi. Və üzərindən 70 il keçməyinə baxmayaraq, ondan daha gözəl bir fayda oxumadım. Nə deməkdir bu? Bir elm adamı bir faydalı bir dinlə bağlı bir kəlam oxuyur, bir söz, həqiqət öyrənir. Deyir ki, üzərindən uzun illər, 70 il keçməyinə baxmayaraq, o 70 ildə nələr oxudum, nələr öyrəndimsə, o 70 il əvvəl oxuduğum qədər gözəlini oxumadım, öyrənmədim. Hikmət, fayda nədən ibarətdir? Deyir ki, məşəqqətü ta'ati təzhəbu və yəbqa səbəbuhə. İtaətin məşəqqəti keçir, gedir, lakin savabı qalır. Və ləzzətül məasi təzhəbu və yəbqa iqabuhə. Asiliklərin ləzzəti keçir, lakin cəzası qalır. Həqiqətən Allah təbarəkə və teala'nın dinində nəyi haram edibsə bu dünyada. O haramlara bax, onların belə bir xüsusiyyəti var. Onlar hamısı keçici ləzzətdir. İnsan içki içir, insan zina edir, insan qumar oynayır. Orada ləzzət nədirsə bitir. Müvəqqətidir. Lakin cəzası qalır. Bu dünyada Allah subhanahu wa ta'ala mümin, muslim qullarına nəyi əmr etmişsə, itaət olaraq. Onların hamısının məşəqqəti bitir. Çünki həyat bitən bir şeydir. Lakin savabı qalır. İnsan namaz qılır. İnsan qüsul alır. İnsan cihad edir. İnsan Ramazan ayında oruç tutur. İnsan həccə gedir. Bu itaətlərin hamısının tərkibində məşəqqət vardır. Çətinlik vardır. Lakin bu məşəqqətlər bitir, savabı qalır. Və bu iki fərq itaətlə asiliyin arasında olan ağıl sahibinə öyrədir ki, Allaha asi olan şeylərdə nə qədər ləzzət varsa hamısı bitir. Və cəzası qalır. Və buna bilən ağıl sahibi mütləq asiliklərdən uzaq olar. Və insan nə qədər itaət edirsə və ağıl sahibi bir müsəlman bilir ki, bütün itaətlərin məşəqqəti bitəndir, lakin savabı isə qalıcıdır.